Belə deyim də zarafat idi, yarı zarafat, yarı ciddi bir məqamdır. Ailəni kim idarə eləməlidir? Siz buna belə düşünürəm, Bəli, belə də bu nəzərdən baxa bilərik. Ailənin başçısı demirəm, biz belə görmüşük, atanı görmüşük. Sadəcə indiki dönəm ərzində orta nəslin nümayəndələri, hətta yaşlı nəslin nümayəndəsi də deyir ki, sən həyat yoldaşın nə deyirsə onu elə. Qadın danışmasın. Nə dedi? Hə denən hər şey. Onda ailə olur, deyib belə. Amma ailəni qadın idarə eləyir. Amma siz də yüklənəcəksiniz. Yəni bu da doğru deyil. Ümumiyyətlə başçı olmamalıdır ailədə. Bərabər şəkildə demokratik problemlər həll olunmalıdır. Mümkün bir şey deyil. Seçimlər belə deyim də hər birisinin öz seçim haqqı olmalıdır. Yəni ki bu psixologiyada belədir. Bəs reallıqda? Bəli, psixologiya belədir. Reallıqda baskılar olur. Təbii ki, siz dediyiniz kimi ya qadın, ya kişi ailəni idarə etməyə çalışır doğrudan da. Yenə də burada psixoloji məqamlar var, o özünün şuraltısı ilə bağlı olan məqamlar var ki, o hakimiyyəti əldə saxlamaq istəyir, qadını idarə etmək istəyir və s. O bəlkə onun itirmək qorxusu var. Qadın özü idarə olunmaq istəmir. Bəli, elə qadınlar var ki, ümumiyyətlə bu individuallığa baxan bir şeydir. Elə də qadınlar var ki, onlar idarə olunmaq istəyir. Onlar idarə eləyəndə daha məsuliyyət almaq axı özü bir çətin məsələdir. Məsuliyyət almaq, onun bütün problemlərini həll etmək deməkdir. Elə insanlar var ki, bu kişilərə də aiddir təbii ki, məsuliyyət almaq istəmirlər və onlar idarə olunmağı seçirlər. Çünki bu daha rahatdır. Hər tərəf qarşı tərəfin yəni də öhdəsindədir. Mənə tanışlarımdan biri yazmışdı ki, sabahki mövzuda bunu səsləndirərsən, deyir, bir xanımla təzəlikcə tanış olmuşam və xanımla xarakterimiz heç bir şəkildə uyuşmur. Sadəcə sevirəm. Heç bir şəkildə uyğun bir xarakterimiz yoxdur. O film izləməyi sevir, mən filmə nifrət edirəm. O misal deyirəm, o sushi yeməyi sevir, mən ümumiyyətlə Yaponiyadan nifrət edirəm də, heç bir uyğunluğumuz yoxdur, amma onu sevirəm də. Əlbəttə ki, ola bilər. Məsələn, onlar bir gün ola bilsin ki, əgər zövqlər tutuşmursa və yaxud da ki, hobbilər üst-üstə düşmürsə, əgər onlar bir-birlərini sevirlərsə, digər nüanslarda uyğunluq varsa və bir-birlərini tamamlayırlarsa, bir qadın və kişi olaraq bir belə deyim də psixoloji cəhətdən ola bilər ki, yəni ki, kimsə nədənsə xoşu gəlmirsə, ona dözə bilər və yaxud da ki, getməyə bilər, o insan tək gedə bilər o yerə dostları ilə və s. Şərt o deyil ki, mən ailə qururamsa, hər yerdə mən həyat yoldaşım yanımda olmalıdır. Mən sushi yeyəndə də, mən filmə gedəndə də. Filmə getsin, rəfiqələri ilə baxsın və yaxud da sushi yeməyə də onun kimi dostları ilə gedə bilər. Bəlkə də alışdıracaq. Və yaxud da ki, o da gedə bilər, orada bir kofe içə bilər, şərt o deyil ki, o da sushi yesin və bir-birinin belə deyim də istəklərinin siyasını tutmaq çox yaxşı bir şeydir. Kim nəyi sevirsə, yəni ona da hörmət qoyub və yaxud da ki, bəy futbola getməyi sevir, xanım onu sevmir, belə deyim də, ona qıcıqlandırıcı və s. Bəli, dediyim kimi, cütlüklər çox zaman bizdə belə bir düşüncə, psixologiya var ki, sanki bir-birlərinə uyğun olmalı zövqləri. Hər ikisi sushi sevməlidir, hər ikisi futbolu sevməlidir. Xeyr, belə bir şey yoxdur. Biz hər birimiz ayrıca bir fərdik, öz istəklərimiz var, özümüzün öz genetikamız var, yəni də baxış bucaqlarımız var və s. Biz qarşı tərəf kimi olsaq, biz artıq öz şəxsiyyətimizi itirəcəyik onda, öz fərdiyyətçiliyimizi itirəcəyik, onu da maraqsız insan olacaq. Deməli, İlhami xanım, həddindən artıq sevmək, bu psixoloji bir pozuntu kimi, yəni dəli kimi sevmək, gələcəkdə hansı səhvlərə yol aça bilər? Bu artıq asılılıqdır siz dediyiniz, asılı qalmaq və yaxud da ki, həddindən əslində o sevgi demək deyil. Sevgi o demək deyil ki, mən sənsiz qala bilmərəm. Sevgi odur ki, mən səninlə xoşbəxtəm. Yəni, əgər mən sənsiz qala bilmərəmsə, mən hər dəfə onu yoxluyuram, kontrol edirəm, nəzarətdə saxlayıram, sən hər yerə mənlə getməlisən, çünki biz parayıq, çünki biz cütlüyük, hər yerdə bizi bir görməlidirlər və s. Və yaxud da ki, aşırı ona gələn zənglərə qədər kontrol eləyirsə, biz həyat yoldaşıyıq, bir-birimizin hər şeyini bilməliyik. Bu artıq bəli, asılılıqdır və problemə yol açır. Səhər evdə yemək yeyən zaman valideynimlə bizim bir mövzu ətrafında danışığımız oldu. Övlad sevgisindən söhbət gedirdi. Mən valideynim mənə dedi ki, anam, mənə dedi ki,